Salam uşaqlar, hər birinizi salamlayıram. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Mən də çox yaxşıyam. Sizə indi bir sual verəcəm, amma mənə düzünü deyin, yaxşı? Vay, ananız yanınızdadsa, bu sualıma düzgün cavab ala bilməyəcəm. Deməli, dostlar, qış fəslini yaşayırıq hal-hazırda. Qar yağanda biraz dəcəllik eləyib, qar yeyənlər olur aranızda, düzdür? Əgər yeməyənlər varsa da, hər halda ağlınızdan keçib, düzünü deyin. Məsələn, mənim yadıma gəlir ki, mən uşaq olanda yanımda bir dostum yemişdi və mənə də təklif etmişdi. Mən də yemişdim, düzünü desəm, amma bilsəydim, yeməzdim. Niyə? Mən deyim, siz də bilin. İndi düşünürsünüz ki, qar soyuqdur, xəstələnə bilərsiniz, onu deyəcəm. Amma onu deməyəcəm, onu da bilirsiniz də, təkrarçılıq etməyim. Aparılan araşdırmalar göstərir ki, uşaqlar, qar çox çirklidir. Bəli, yerə düşməmiş qar belə çirklidir. Çünki qar dənəcikləri avtomobillərin zərərli qazlarını özlərinə hopdururlar. Ona görə də uşaqlar, maraqlı keçirəcəyiniz günlərinizi xəstəxanada yatmaq istəmirsinizsə, qar yemək əvəzinə, məsələn, qarla oynamaq, qar adamı düzəltmək daha yaxşı fikirdir məncə. Yəni, buna üstünlük verə bilərsiniz. Təbii ki, əyninizi qalın geyinmək, əlinizə də ki, əlcək taxmaq vacib şərtdir. Əmin ola bilərsiniz ki, bu çox əyləncəli olacaq, zövq alacaqsınız bu oyunlardan və sağlamlığınıza da ziyan gəlməyəcək. Ona görə də razılaşdıq. Əla. Uşaqlar, indi isə istərdim ki, bu mənəm rubrikasına keçid alım. Sizin göndərdiyiniz maraqlı şəkillər var. Gəlin onlara birlikdə baxaq. Proqramımız davam edir. Artıq studiyamızda qonaqlarımız var. Xoş gəlmişsiniz uşaqlar. İkinizi də salamlayıram. İki bacıdır bu dostlarımız. İndi onlarla tanış olacağıq. Elə istəyərdim ki, özünüz məlumat verəsiniz özünüz haqqında. Salam, mənim adım Zəhradır. Mən 4-cü sinifdə oxuyuram. Mənim 9 yaşım var. Mən kitab oxumağı sevirəm. Mən böyüyəndə müəllimə olmaq istəyirəm. İndi isə bu gözəl qızımızla tanış olaq. Salam, mən Bib xanım. Mənim 11 yaşım var, 6-cı sinif şagirdiyəm. Mən rəsm çəkməyi çox xoşlayıram. Qısaca olaraq da olsa özünüz haqqında məlumat verdiniz. Mənə çox maraqlıdır. Siz dərslərinizi necə oxuyursunuz? Hə? Yaxşı. Yaxşı? Yəni 4, yoxsa əla 5? Əla. Əla, afərin. Bəs Zəhra sən? Amma düzünü deyirik. Nəzərə alın ki, buradan sizin müəllimləriniz də izləyir. Mən əla oxuyuram.
Aha, qürurla mən əla oxuyuram. Afərin hər ikinizə. Və mənə çox maraqlıdır ki, siz dərslərdən artıq ki, vaxt qalır. Dərsləri elədiniz, gəldiniz evə, dərslərinizi elədiniz, bitirdiniz. Daha sonra nə edirsiniz? Hansı oyunlar oynayırsınız? Çünki biz proqramımızda oyun oynamağı çox sevirik və gələn dostlarımıza da bu sualı verirəm ki, bəlkə onlardan da bir ideyalar götürüm. Hansı oyunlar var, hansı oyunları oynaya bilərik? Mən adətən bacımla gizlənpaç oynayıram. Bir-birimizlə kuklalarla oynayırıq. Gəlincikləriniz çoxdur. Bəli. Aha, gəlinciklərlə də oynayırsınız. Aha. Sonra Büyük xanım, sən davam elə görün. Başqa hansı oyunlar oynayırsınız? Hündür çıxdı. Aha. Ən çox oynadığımız oyun qardaşımla hündür çıxdıdır. Aha. Bir də ki gizlənpaçdır. Bacımla oynayırıq, qardaşımla. Evdə oynayırsınız yoxsa həyətdə? Evdə heyvanlarla oynayırıq, oyuncaq heyvanlarla, qardaşımla. Aha. Həyətdə də ki gizlənpaç, hündür çıxdı. Heyvanlarla necədir? Yəni oyuncaq heyvanları da gizlədirsiniz, oyuncaqları gizlədib onları Yox, heyvanlar məsələn hər bir ki heyvanlar nağıl kimi ona başa salırıq da, məsələn səhnəcik qurursunuz. Səhnəcik. Qardaşınıza, yəni sizdən balaca olan qardaşınız üçün belə maraqlı səhnəciklə oyun oynayırsınız. Bəli. Nə gözəl, afərin hər birinizə, ikinizə də. Bizim bir oyunumuz var. İndi oyun oynayacağıq. Oyunumuz necədir? Qaydanı izah edeyim. Qoy gedim, gətirim onu, sonra izah edeyim. Gözləyin. Deməli, bu torbada mən əşyalar qoymuşam. Hansı ki, siz əlinizi salacaqsınız bu torbaya. İstədiyiniz əşyanı çıxaracaqsınız. Təbii ki, gözünüz bağlı şəkildə. Çıxarmayın ya da. Orada tanıyın. Torbanın içində belə baxın, bu nə ola bilər? Bax, səs də gəlir. Nə ola bilər bu? Belə baxırsınız, tapırsınız, baxmadan amma. Yaxşı, oyunun qaydalarını pozmursunuz. Tapırsınız və söyləyirsiniz mənə. Daha sonra o əşyanı çıxarıb biz də göstəririk ekran qarşısında əyləşən dostlarımıza. Yaxşı? Yaxşı. Hə, sən mikrofonu ver mənə. Sənin bir fikrin olanda o əşya haqqında, tapdığın əşya haqqında mən mikrofonu uzadacağım sən. Yaxşı? Baxmırıq, gözlər bağlı. Aha. Bax, buradadır, burada. Aha. Bir əşyanı götürürsən. Bax, görün. 2 əlinlə toxuna bilərsən. Nədir bu? Baxmırsan. Nədir o? Oyuncaq. Oyuncaq. Baxırıq. Aha, aç, doğrudur. Baxın, dostlar. Bu oyuncaq idi. Balaca, cubbulu. Baxın. Bunu tapdın. İndi Zəhranın növbəsidir. Zəhra. Gözlərini yumursan. Aha, əlini ver, kömək eləyin. Aha, bax, görüm, nə var orada? Bax, yaxşısına çıxar. Aha. Bu bir xətkeşdir. Xətkeşdir, tamamilə doğrudur. Afərin sənə. Baxın, uşaqlar, torbadan xətkeş çıxdı. Və indi sənin növbəndir təbii ki. Aha, baxmırsan? Yox. Aha, dəqiq olsun. Hı-hı. Bax, asta-asta nədir? Açılır, bağlanır. Güzgü. Afərin sənə, doğrudur. Baxın, dostlarımız, belə bir, saxla bunu. Gözəl bir güzgümüz var burada. Tamamilə doğru tapdı. Necə tapdın güzgünü? Açdım, yaxşı. Hə, bura əl vurar. Düzdür. İndi Zəhranın növbəsidir təbii ki. Zəhra gözlərini yumur. Baxırıq növbədə nə var. Nədir o, Zəhra? Bu bir qolbaqdır. Aç görüm gözlərini, baxaq, düz tapmısan. Tamamilə doğrudur. Baxın, dostlar, belə rəngarəng bir qolbaq bilərzik çıxdı bizim torbamızdan. Və davam edirik. Baxaq, burada nəsə qalıb. Qalıb. Buyur. Hə, Eyüp xanım. Sən elə bir gözünlə baxıb sonra bağladın, yox? Yox. Hə, qarışdır. Aha. Nədir o? Qapağı var onun da nəsə. Açılır. Aha. Baxma ya. Sənə lazımdır, o məktəbli ləvazimatıdır. Hər gün istifadə edirsən bəlkə. Yavaş-yavaş, ehtiyatla. Qələm yanan. Afərin sənə, tamamilə doğrudur. Dostlarımıza da göstərək. Baxsınlar. Buyur mikrofonunu. Baxın dostlar, bununla
rəngli qələmləri, karandaşları yonur. Burada nəsə var? Aha, qalıb nəsə. Və gözlərini yumursan. Aha. Nədir o? Xırda bir şeydir nəsə. Nədir o Zəhra? Bu üzük. Afərin sənə. Dostlarımıza da göstər çıxarmadan hazır barmağına taxmışkən. Baxın dostlar, doğru tapdı Zəhra və davam eləyirik. Buyur. Ehtiyatla. Yavaş-yavaş nədir o? Bax görün. Nədir o? Xırda bir şeydir. Amma çox lazımlıdır. Aksesuardır. Bilirəm bunu. Nədir bu? Sırğadır. Afərin sənə. Özdə baxın dostlar, nə maraqlı sırğadır. Qarpız. Baxın. Aha. Bu qədər oyunumuz bitdi. Çox maraqlı oyunda. Evdə asanlıqla oynaya bilərsiniz. Heç oynamısınız bu oyunu? Xeyr. Görürsünüz, asandır. Mütləq deyil ki, belə bir torbanız olsun. Evdə hər hansısa bir özünüz düzəldə bilərsiniz. Əslində çox da çətin deyil düzəltmək, hə? Düzəldə bilərsiniz və belə maraqlı oyun oynaya bilərsiniz. Bunları yığıb qoyaq. Siz oyun oynamağı sevdiyiniz üçün təklif edirəm ki, daha bir oyun oynayaq. Hə? İndi sizə bir vərəq verəcəm, hərənizə bir A4 vərəq və karandaşlar verəcəm və ağlımda da bir heyvan adı tutacağam. Hansı ki, siz də o heyvanın şəklini çəkməlisiniz. Amma heç də narahat olmayın, sizə kömək eləyəcəm, o heyvan haqqında sizə məlumat verəcəm. Və siz də dayanmadan hər ipucu verdikcə çəkirsiniz, dayanmırsınız. Sonda da baxacağıq ki, hansı heyvanı çəkmişsiniz. Yaxşı, başlayaq? Başlayaq. O zaman, bax, bunları verim sizə, bunların üstündə çəkəcəksiniz. Baxırıq bura. Hansı rəngi verim mən sizə? Hansı rəngləri xoşlayırsınız? Olsun. Mütləq deyil ki, yəni siz bilmirsiniz o heyvan nə rəngdədir. İstənilən bir rəngdə çəkə bilərsiniz. Əsas odur ki, o heyvanı çəkəsiniz. Baxaq görüm. Aha, bu qara, yaxşı. Bu sənin bənövşəyi. Çünki heyvanların qıraqlarını həmişə qara eləyir. Baxaq görüm, qara hardadır? Buradadır. Baxaq görüm. Aha, qəşəng yazır. Yoxladım. İkisi də yaxşı yazır. Və başlaya bilərik. Deməli, mən sizə ipucular verim. İlk olaraq deyim ki, bu nəhəng bir heyvandır. Demirsiniz, demirsiniz, səssiz. Başlayırsınız çəkməyə. Nə ola bilər? Hissə başlayın çəkməyə, mən sizə ipucular verəcəm. Nəhəng bir heyvan deyəndə ilk olaraq ağlınıza hansı gəlir? Vay, baxanda da çox qorxuludur. Mən ondan çox qorxuram. Mənə elə gəlir ki, ekran qarşısında əyləşən dostlarımız da, elə siz də ondan çox qorxursunuz. Hansı heyvan ola bilər? Yəni, elə bir adam məncə yoxdur ki, böyüklər də qorxur ondan, yəni. Elə bir adam yoxdur ki, ondan qorxmasın. Mənə çox maraqlıdır. Zəhra ilə Bibi xanım nə düşünürlər, nə çəkirlər? Tələsməyin, hələ ipucularım olacaq. Yekə qulaqları var. Dəyişmirik şəkli, ilk ağla gələni çəkirik. Düzəliş eləyə bilərsən oradan. Heç oxşada bilmirsən. Ən böyük ipucunu verirəm, ən böyük. Bal yeməyi çox sevir o. Aydat. Mən bitirdim. Mən tapdım mənimə, amma səhv çəkdim. Bal yeməyi çox sevir deyəndə çox təəssüfləndin Zəhra. Deyəsən, çəkdiyinlə dediyim uyğun gəlmir. Xeyr. Heç uyğun gəlmir. Bax, bəlkə düzəliş verirsən orada, oxşadırsan ona. Bax, hələ ki bitməyib, bax. Çək, qəşəng çək onu. Əsasən, dağlıq meşələrdə yaşayır. Tapmışam, amma səhv çəkmişəm. Nə? Tapdım, amma səhv çəkmişəm. Vay, necə olacaq? Bəlkə bacı düzgün çəkib? Bacı düzgün çəkib. Nə? Bacı düzgün çəkib. Hə? Baxacağıq az sonra. Qoy çəkib bitirsin. Hələ heç dediyinə də oxşada bilməmişəm deyə.
şəkillərə baxaq. Çox maraqlıdır. Nəticə çox maraqlıdır. Baxaq. Hansı heyvan ağlınıza gəlib? Nə çəkmisiniz, hə? Hətta bəzək verməyə vaxtı da oldu bacının. Bax, necə gözəl orada şəkil yaratdı. Baxacağıq indi. Və ilk olaraq sənin rəsminə baxırıq. Dostlar, baxın. Ayı şəklini çəkib Bib xanım. Sən nə çəkmisən? O heyvan haqqında sən özün gərək məlumat verəsən. Mən heç nəyə oxşada bilmirəm. Buyur. Bu Nə şəklidir? mən fil çəkməyə oxşatmaq istədim. Aha. Qulaqları nə boyda adam ayına oxşayır elə bil. Əli oxşayır. Heç oxşarlığı yoxdur deyirsən, hə? Heç oxşata bilmədim. Heç oxşada bilmədin. Yenə də oxşamıyor. Bal deyəndən sonra mən ayı oldum. Gec dedim, hə, gərək başda deyirəm. Onda da onun marağı olmayacaqdı da. Ona görə saxladım, üçüncü ipucu olaraq sizə verdim ki, bal yeməyi çox sevir. Hə, ziyanı yoxdur, bacıdır da, bacı qazanır, hə? Siz deyin, görün mənə, mən sizə ilk dəfə kömək eləyəndə, ipucu verəndə ağlınıza gələn hansı heyvan oldu? Mənim ən birinci şir gəldi, sonra ikinci ipucunda fil olduğunu düşündüm, üçüncüdə ayı olduğunu bildim. İkinci, mən yekə qulaqlar var deyəndə ilk ağla gələn fil oldu, hə? Bəs sənin? Begamot bildim mən başda. Sonra dedim qulaqlar böyüdü, amma mən ayı düşünürüm çünki insanlar hamı qorxur da ondan. Aha, sən də qorxursun, hə? Mən də qorxuram, bəli. Hə, deyin görüm ayılar haqqında məlumatınız var? Ayılar? Hə, ayı haqqında. Mən bilirəm. Quş yuxusuna gedir, yəni sondakı payızda durur. Payızda durur. Payızda durur, yayda durur da yəni. Yayda durur. Aha. Bal yeyir. Onun ən sevdiyi yemək də ki, baldır. Aha, ən sevdiyi baldır. Onu mən də dedim. Hə, Zəhra, sən nə əlavə eləyə bilərsən? Ayı məncə yırtıcı heyvandır. Çox qorxulu heyvandır. Ona görə də biz ondan qorxuruq. Bəzən deyirlər ki, meşəyə getmisən, ayı görmüsən. Sonra da ona qorxmağa çalışırlar. Amma o əgər qorxmursa, demək ki, ayıdan qorxmur. Mənə bir dəfə bunu bir dostum eləmişdi. Amma mən ondan elə bildim ki, əsildəndir. Əsil ayı. Yəni, hətta oyunu belə qorxuludur, hə? Bəli. Ona görə də ilk ağlına o gəlməli idi. Görürsən ki. Və bilirsiniz də, yəqin ki, ayılar ağaclara yaxşı dırmaşa bilirlər. Təbii ki. Məlumatınız da var. Necə idi oyunlar? 2 oyun oynadıq. Xoşunuza gəldi. Ən xoşunuza gələn oyun hansı idi? Mənim o qutunun içindən nəsə tapmaca idi. Aha, oyun sənin. Mən ən sevdiyim rəsmdir, ona görə ikinci oyunu daha çox xoşladım. Aha, aydındır. Bu oyunlar çox sadədir, evdə də oynayarsınız. Yaxşı? Yaxşı. Və çox sağ olun uşaqlar. Artıq proqramımız sona yetir. Gəldiyiniz üçün, maraqlı birgə vaxt keçirdiyimiz üçün sizə minnətdaram hər ikinizə. Uğurlar arzulayıram. Dərslərinizdən mütləq dərslərinizi eləyirsiniz, geri qalan vaxtda oyun oynayırsınız. Yaxşı? Yaxşı. Elə də eləyirsiniz hər halda. Bəli. Aferin sizə. Və dostlar, proqramımız sona çatır. Sizinlə də sağollaşırıq, bu gözəl bacılarla da sağollaşırıq. Özünüzə yaxşı baxın. Çərpələngin növbəti buraxılışında görüşərik. Hələlik, sağ olun dostlar.